uşaqlar? Necəsiz? Uşaqlar, mən sizə bir tapşırıq verdim ki, qazilər haqqında, hər hansı bir qazi haqqında qrup vermişdim ki, hər hansı bir qazi haqqında onun həyatı haqqında məlumat verərək bunu danışacaqsınız. İndi siz yəqin ki, ona hazırsınız. Hazırsınızmı? Amma qrup şəkildə demişdim. İndi Mələk Dilin komandası da, elə Mələyin öz atası qazi olduğu üçün onun haqqında siz məlumat verəmiz. Düzdür? Yəni bizim həmən o 2-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşan oğullarımızlardan biri də Mələyin atası qazi adını almışdı. Sonra Hüseyin atası da vuruşmuşdu. Ondan sonra Adəmin dayısı orada şəhid olmuşdu. Allah rəhmət eləsin. Və hətta Adəm də öz qohumları bir qazi var. O haqqında məlumat öyrənib ayrıca laf yaxşı. Sonra Yağmurun atası. Yağmurun atası qazi adını alıb. Düzdür Yağmur? Bax sən də öz qrupunda ata haqqında öyrənmişsiniz, yoxsa başqa haqqında öyrənmişsiniz? Başqası. Bax sən də öz atan haqqında öyrənə bilərdin. Yəni Yağmurun atası o həmən Qarabağ 2-ci Qarabağ müharibəsində vuruşaraq qazi adını almışdı. Yəni biz onlarla fəxr edirik. Həqiqətən sağ olsunlar. Bugün əgər biz bugün sərbəst otururuqsa, sərbəst bax o gözəl cüşürlərimizi gəziriksə, Şuşanı, Laçını, Kəlbəzəri, bax bu oğlanların, bu qəhrəmanların sayəsi nəticəsindədir. Var olsunlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə Allah can sağlığı versin. Möhkəm danışın uşaqlar, başdan. Qazi Ağayev Bəxtiyar Slaviy oğlu 2 fevral 1986-cı il Sumqayıt şəhərində anadan oldu. Kiçik yaşlarında ailədə vətənpərvərlik ruhunda tərbiyə aldı. Bir hərbi təhsil almış ölkəsi kimi torpaqlarda işğaldan azad olmasını hər zaman düşünür. Ağayev Bəxtiyar 2027 sentyabr başlanan 2-ci Qarabağ müharibəsi ön sırada iştirak edib yaralanmışdı. Füzuli rayonu xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra Şirvan xəstəxanasına göndərildi. Müalicə aldıqdan sonra ikinci dəfə Yansəbədə könüllü olaraq Xozalan istiqamətlərində gedən döyüşlərdə iştirak edir. Sonraca öz iradəsi, gücü ilə torpaqların azad olunmasında iştirak edir. Füzuli və Xocalan medalları almışdır. Biz qazilərimiz ilə fəxr edirik. Hər birimiz qaziləri hörmət etməliyik. Əziz atam, mən səninlə fəxr edirəm. Çox sağ ol Mələyim. Gəl bir qazi vallahi mən də səni bir öpüm. Bağrıma basın. Çox sağ ol. Biz həqiqətən alqışlayaq Mələyim, əxlaqlı uşaqlar. Mələk çox xoşbəxt bir insandır ki, bir qazi övladıdır və bu 2-ci Qarabağ müharibəsində bu torpaqların alınmasında Mələyin atasının da əməyi çox olmuşdu. Biz sizinlə fəxr edirik həqiqətən və mən öz şagirdlərimin hamısına bu qrupa öz təşəkkürümü bildirəm ki, çox gözəl, rahat, çox qəşəng danışdınız. Çox sağ olun uşaqlar. Hər birinizi öpürəm, bağrıma basıram. Alqışlayaq bu komandanı və 5 yıldız alırsınız. Əyləşin. İlham Zəkiyev haqqında məlumat. İlham Zəkiyev 3 mart 1980-ci il Sumqayıtda anadan olub. O, Azərbaycan tarixinin ən uğurlu simvolik simvollarından biri hesab olunur. O, Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq gözünü itirmişdi. Ay sağ ol. Aha. Zəkiyev başından yaralanandan sonra 4 gün komada qaldı. Buna baxmayaraq idmanla məşğul olmuş, sağalmışdı. İlham Zəkiyev Azərbaycanın ən tanınmış qazilərindən və uğurlu idmançılarından biridir. Allah qazilərini qorusun, səhvlərinizi rəhmət. Alqışlayaq bu komandanı uşaqlar. Siz də düzdür, tanınmış İlham Zəkiyev o Qarabağ döyüşlərində öz gözünü itirmişdi və o bilirsiniz ki 2-ci Qarabağ yox, 1-ci Qarabağ döyüşlərində vuruşmuşdu. Siz 1-ci Qarabağ döyüşlərində nümunə çəkdiyiniz üçün təşəkkür edirəm və burada biz Yağmurun da atasını alqışlayırıq. Onun da qəhrəmanlığı çox olmuş, o da qazi adını almışdır. Gəlin alqışlayaq Yağmurun atasını. Ay sağ ol.
Möhkəm danış. Müharibə vaxtlarında hərbi ağac soruşdular. Möhkəm danışın. Mərmi yarası alaraq hər iki ayağını Uşaqlar, mən burada Adəmin dayısının orada qəhrəmancasına vuruşub şəhid olmasını bilmək istəyirəm. 2-ci Qarabağ müharibəsində onun şücaəti daha çox olub və orada şəhid olmuşdur. Allah Adəmin dayısının timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Deyin görün uşaqlar, Allah şəhidlərimizə rəhmət eləsin. Hətta Adəmin orada o Camal o da onun sizin qohumu olan yoxsa başqasıdır. Hə, bax o da həm də qohumu Qayzı adını almışdı, çağır itilmişdi. Yəni biz belə bir oğlanlarımızla fəxr edirik. Alqışlayaq bu qrupu da. Ancaq Çamlar Baxışları 1994 o 2000-ci ildə 14 oktyabr yaraları hərbiçilərin lakin bu faciə altına qaldığı yerdən devam etməsi üçün məncəm olunur. Çamlar Baxışları sonuçta oxuyub ikinci təhsil edəcək. təhsil edəcək. Aha. Beləcə Kamran Bakı Dövlət Universitetinə daxil olaraq yenidən tələbə adını qazanır. Kamran hər cəsəd və əzabkarlığı üzrə hər cəsəd Nümunə olmuşdur. Aha. Alqışlayaq bu komandanın uşaqlar. Aha, çox sağ olun. Əyləşin. Protestlər təmin Burada Hüseynin atasını alqışlamaq istəyirik ki, çünki Hüseynin atası o döyüşlərdə qəhrəmancasına vuruşmuşdu. Alqışlayaq Hüseynin atasına. Əyləşin. İkinci Qarabağ müharibəsi qazi Gizir Qasımov Qasım Azərbaycan igidlərindən oğullarından biri. O vətənimizi çox sevir və torpaqlarımızı azadlığı üçün əlindən gələni etmişdir. Yarış zamanı hamı onunla fəxr edirdi. Qarabağ Qasımov İkinci Qarabağ müharibəsində